Ay Nicat, hardasan? Sən belə bir ev mənə 210 min manata tapa bilərsən. 2,7 sot, 190 kvadrat evimiz, şəxsi tikili mərtəbələr arası monolit beton. Həyətdə gördüyüm bu daşa kimi kermogranitadır. Yəni bunu vuranlar bilir. Altı beton setka, mikrob daşlardan deyil də düzəsən. Qazı, suyu, işığı, mini xudmani yaşıllığı, hər bir şəraiti var. Ünvan da Mərdəkan körpüsünə çatmamış sol tərəfdə 210 min manat. Gedək interyerlə tanışalaq. Ay Nicat, gəl qardaş, gəl. Sənə ev göstərim, 210 minə. Belə bir təmirli ev. Dəhlizdən daxil oldun. Dəhlizimiz istepol kermogranita, ora bir otaq. Burada sənin mətbəxin birbaşa baxır bağçaya. Bu hissədə ayrı-ayrı hamam otağı, sanitar qovşağı, bir dənə yataq burada. Nə istəyirsən, qardaş? Sən nə istəyirsən? Burada bu qiymətdə belə bir şərait özdə şəxsi tikilir. Keçək ikinci mərtəbəyə. Gəlirsən, qardaş, gəl. Mərtəbələr arası təkrar vurğuluyum, monolit beton. Bir otağımız burada. Birbaşa həyətə baxır. İkinci yataq otağı burada. Üçüncü yataq otağı, ümumilikdə beşinci yataq otağı və ümumi hamam otağı. Eyvanımız da var qarşıda. Gün çıxıb havalar istidir. Özümüzü qoruyaq. 2,7 sot, paket kupça, al düş qeydiyyatı, ipoteka yararlı. Başqa nə deyim? 210 minə. Gəlirsən şəhərdən, Mərdəkan körpüsünə çatmamış yerüstü piyada keçidi var. Oradan sola al, yaşa da qardaş, nə istəyirsən?